belə başıma dolanma. Necə mən səni itirdim, da sənin tayın tapılmaq. Sən ölən gün əmmə gəldim, məni götdü ayrı kəndə. Mən uşaq nə anlayaydım. Başımı qatıb uşaqlar, neçə gün mən orada qaldım. Qayıdıb gələndə baxdım, yerimi yığışdırıblar. Nə özün və nə yerin var. Hanı xan nənəm soruşdu. Dedilər ki, xan nənənin aparıbla Kərbəlaya, ki, şəfasını oradan alsın. Səfəri uzun səfəndir. Səfəri uzun səfərdir. 1-2 il çəkər gəlincə. Necə ağlaram yanıqdır. Neçə gün elə çığırdım ki, səsim sinəm tutuldu. O mən olmasam yanında özü heç yerə gedəməz. Bu səfər nə olubdu, mənsiz özü deyil, qoyub gedibdi. Hamıdan acıq edərkən, hamıya acıqlı baxdım. Sonra başladım ki, mən də gedirəm onun dalınca. Dedilər, səninki tezdir. İmamın məzarı üstdən uşağı aparmaq olmaz. Sən oxu Quranı tez çıx, sən onu çıxınca bəlkə gələ xannənə səfərdə. Tələsik rəvanlamaqda, oxuyub Quranı çıxdım ki, yazım sənə gəl indi, daha çıxmışam Quranı. Mənə sovqat al gələndə. Amma hər kağız yazanda ağamın gözü dolardı. Sən də ki, gəlib çıxmadın. Neçə il bu intizarla günü həftəni sanardım. Və yavaş yavaş göz açdım, anladım ki, sən ölübsən.